Hamınıza salam dostlar, nə tərsüm edirəm, yaxşısınız. Bugün sizlərlə birlikdə Free Fire videomuzdan qarşınızdayım. Bu video dostlar, söyləmək istəmirəm, bilirsiniz. Yəni, həmişəki şey baş verdi. Keçən videoda demişdim, Free Fire hesabım getdi falan filan. Dostlar, Free Fire hesabım əslində getmirmiş. Qardaşım var, troll eləyirmiş. Hesabımın cüməlini gedibdi, belə parolunu falan dəyişdirib, hər şeyi silib. Mən də qorxmuşam. Sonra deyir, parolla gətirin sağsa troll eləyirdim. Biraz türkçə danışır belə. Türkçə şeylər də var. Deyir, troll eləyirdim falan filan. Mən dedim ki, sən troll və soxamzada səbləşdim. Dav elədi, elə bayaqdan dav eləyirdik. Neysə, zar ayrıldıq. Biz ayrıldıq, neysə. İndi hesabımdan yeni qayıtdıq, yəni narahat olmayın, yəni Free Fire-da qələdə. Yəni bu geri dönüş videosu deyil. Çünki heç keçən videomuza qaldığı kimi BR kasacağıq. Özümüzü platin beşləmişim. Mən özümü tək beləmişdim. Mən Free Fire təzədən yüklədim deyə belə hər şey sıfırdan fırsat. Saat özü gecdi deyə 23:08 videonu tez çəkmək istəyirəm ki, sabahlarım saat nə idi? Videodan sonra gəlib çiməcəm. Bu nə də? Skyward. Şey deyir, kaykay. Amma nə kaykay da, bizə maraqlıdır. Ay zibil, mən niyə oyuna dünən, mən niyə oyunu axı buraxıram? Mən peşmanım, əsəbdir mən oyunu buraxsam, məndən belə quşaq yoxdur da. Mən də özümə bu, ay zibil, bir dəqiqə dostlar. Oyuna gəldi, baxın dostlar, adamın müzikə yenlədi. Bizim neçə gün internetimiz belə pisdir. Ayın 15-i internetə pul vuracaq, yəni internetə pul vuracaq da. İnternetin yoxluğuna görə belədir. Baxın, internetimiz əslində bugün gedib, amma biz sabah yox, biz üçün vuracaq pulu internetə. Ona görə bu 2 gün ərzində özümüz arzu Free Fire idarə edəcəm. Təsə Free Fire buraslarsa belə. Mən fikirləşirəm, bu internetlə nətər belə kasaq, belə oynayaq. Qoysa mən bu qohum özünə etsə, halal olsun, şu an nə deyək, usta eləyib özünü. Usta falan usta eləyib. Və dostlar, sizdən bir dənə zəhmət istəyəcəm. Bilmirsiniz, sizə Redmi 14C-yə baxın, yəni bu telefona, mənim telefonum bu telefondur. Redmi 14C. Bu telefon uyğun kimi ayarınız varsa deyə bilərsiniz. Ancaq baxın bu hassasiyyətdə, baxın o general var, general 200 falan, 100-dən çox olmasın, 100-dən çox olmasın, 100-dən aşağısın. Çünki mən telefonda deyə tez çevirəmirəm, əlim alışmayıb, yəni əlim o qədər də alışmamışam da, yəni əlim tutar deyəm balacadır belə telefon, amma əlim böyükdür deyəm mən biraz. 14 yaşım var, ona görə olmur. Nəysə dostlar, yəni mən oyunu bircə gün arada girmədim elə. Bircə günə də oynayınca o Skyward'dır deyəsən. Heç nə, yəni şükür də qardaşım indi mənim söydürürdü də bayaqdan. Mən də qorxuram, nə hesabımı güvən verdi, getdim. Hesabı başına aşağı güvənlədim. Gizlin mən evə telefon qoyan deyil bir şey. Cəmalə girmək yerinə para qoydum. Mən hər proqrama hayır yerinə para qoymaq olur. Getdim Gmail-ə Free Fire falan para qoydum. Yəni parolla giriləcək. Yəni təzədən əvvəl kimi elədim. Elə bir bizim uşura internet gəldi. Bizim bir Gmail-imizə içilicə bizim hal-hazırda bir dənə Gmail-imiz var. Bir Gmail-ə mənim Free Fire hesabım, onun Brawl Stars hesabı, qardaşımın Brawl Stars və qardaşım yəni hesabı, mənim Brawl Stars hesabım, mənim Brawl Stars yəni hesabım və ikimizin Roblox hesabı aldı. Yəni bir dənə Gmail gör o boyda, düz 5, 6, 7, 8 müxtəlif oyunun Gmail-də, yəni elə də elə, yəni Gmail-i buna görə elə eləmişəm ki, çox təhlükəsiz. Bax, hackerdən başqa da normal belə Gmail-dən baş salan adam belə çala bilməz. Yəni Gmail-ə hər şeyi aktiv eləmişəm də. Bilirsiniz, Gmail-in adını tapmaq çox, amma çox çətindir. Adını tapmaq, yəni adını tapmaq deyirəm. Adını tapmaq.
adını tapmaq çox çətindir, ancaq tutaq ki, adını da tapdılar, şifrə ondan daha betər çətin. Şifrə o qədər də çətin deyil, amma adını tapmaq biraz çətindir. Elə bu video çətin ki, hesabın şifrəsində dəyişim. Şifrə bilirsin ki, azdır. Azdır şifrə, az əfəzə. Şifrədəki şeyləri çox adam bilir də. İnsan o şey haqqındadır falan filan. Ona görə dəyişdirməliyik. Yaxşı kanalımızın adını dəyişməmişik. KSFF qalıbdır. Və dostlar, bir də maskimiz yavaş-yavaş xarab olur. 12 saata başlayır. İnternetə görə belədir. İnternet dostlar, axşam saat 8-dən oyuna fisiyo da getdi. İnternet ancaq səhərdən gün ortaya axşam 8-ə qədər işləyir. Yəni belə. Sabah mən məktəbə getməyəcəm, səhər video çəkib atacam, tezdən durub 7-8-də durub video çəkib atacam. Dərsə getməyəcəm. Gün orada da gələcəm, bir dənə hazırlığa az lazımdır. 4-də yox, 3-də gedib 5-də çıxacam. 5-də də çıxacam, gələcəm evdə, şükür Allah açıldı. Canlı yayın açacam, Free Fire, kimsə gələr. Buna bax, qaqa, baxın, mən indiyə qədər BR modunu 8 dəfə olmuşam, 8, onu 25 deyilən, yaxşıdır məncə, yaxşı, pis deyil. Nəysə, qaqa, oyuna yavaş-yavaş geri dönürük. Mən sövüşümü bayaq qoydum, dedim ki, elə bir də Free Fire var indi işini. Mən Free Fire bax, fevraldan düz marta qədər, yəni 1 ay buraxdım. Martın 18-nə qədər, yəni 1 ay 18 gün buraxdım. 14 yəni belə 1 ay buraxdım, 30 gün, 14 gün yox. Tək polunu 1 ay buraxdım, 30 gün. Sonra təzədən başladım. Sonra arada oyunu 2 həftə buraxdım. Və sonra bircə gün buraxdım. Yəni ümumi mən indi 2025-ci ayda 5 ayda düz yəni 34 gündə elə polunu 1 ay edir də. 1 aya Free Fire oynamamışam. Gör nə vəziyyət deyim ki, baxın, internet eləcəkdir ki, 999 ping və bunu indirməmişim işlə. Kaykayıma baxın, bu kaykay oynayın, başına kaykay. Qoqosan, internet çox pox kümüşdür. Elə bir ölü leşdir, ölü leş. Leş. Şükür. Evdə də çox adam var deyə belə. Məsəvsizliklə hal-hazırda düzündüm. Əgər olsam 15-ci gözləm ayın, yəni 5-ci günü internetə gir orada. Biraz kimi əsəbləşirəm. Ay zibil. Yanımıza adam gəldiyində və öldük də qıqa. Buna görə adam əsəb yox. Bu oyunda zatda günah yoxdur. Çünki biraz sərsə bayaqdan oynayanda elə olur. Bu internetdədir. Ola. Öldük. Yaxşı indi ona. Senin insafınız olsun da. Arkadaşlar nəsə deyəmət içərdən bir sənə. Ha bax. Ne bax. Şeydən düşəndə internet olur. İndi xərb gördünüz. Tərdən düşürəm internet. Baxın yaxşıdır. 50-dir, 51. İndi yerə çatım. Sıra götürəyim. İnternet düşəcək. Az alacaq. İndi çox. Ping çox alacaq. 999 olacaq. Ay şükür. Ay zibil. Qaqa. Qaqa, mən o buz rəngi dəyişəcəm. O buz rəngi mağursuzluq gətirir. Mənim bir dənə oldu. Mən o buz rəngini kuşandım noyabrda. O buz rəngini kuşandıqdan sonra hesabım düzənməli oynayamıram da oynayandız. Noyabrdan dostlar Free Fire düzənməli oynayamıram. İlk dəfə rahat boy oynayıram. Deyim də niyə? Noyabrdan düz dekabra qədər, yəni polunu 1 ay. Bir dənə deyirdim də sizə qaqa demişdim. Free Fire comeback attım. Çünki geri döndüm bir comeback videosunda demiştim ki bir dənə qaqaşələ profilimə baxırdım mən durmadan. Onunla barterləmişim hesabımdır. İlk verdim mən. Özümün hesabını çaldı. Götürdü özünü və heç də öz hesabını barterləyəcək hesabı da mənə vermədi. Allahdan. Mən də Free Fire hesabımın Cumailinə kurtarma Cumaili qoymuşam. Kurtarma Cumaili də ki mənim qardaşımın Gmailinin kurtarması Gmaildir. Qaqa bu BR olmadı. Mən dostlar videonun başına yalandan qoyacağım BR videosu, yəni xəbəriniz olsun. Yalandan qoyacağım ki, yəni bilin. Qaşıyalmaz ki olmamız lazım qalıb.
Çalışacağım ki bugün başım bırak, bugün girməyəcəm. Free Fire bugün alınmadı nədənsə. İnternetlə bir eşin alınmayacaq. Qaqa. Bu internetlə gəl oyun oynamaq istəyirsə səhər oynamalısın. Nəysə, deyirdim ki dostlar, o demişdim sansa videoda bir dənə qaqaş var. Mənim hesabımı bir dənə baxıb mənim heç profilimə baxıb o bir dənə xəttinə desin biz mənə cındır. Yaxşı qardaşımın hesabımın Cimay ilə bağlamışım qurtarma. Qardaşımın Cimay'ın kodunu yazdım, girdim tez sabah tez həmin adam Cimay'ın atdım və telefona formatladım. Yəni el nə eləsimi zor elədim. Getdim Cimay'ın hər şeyini dəyişdirdim. Amma sonra da dedim ki, yəni hesabımın qurtarma Cimay'sində dəyişim. Çünki qurtarma Cimay'ın dəyişim, çünki qurtarma Cimay'ı dəyişsəm, çünki Gmail birdir. Gmail gedir millətə TikTokda ziyadə hamıya yayar. Millət də gedir mən Gmail'ıma kod göndərir. Ona görə getdim mən yeni Gmail açdım. Gəldim Free Fire hesabımın qurtarmasına onu o yeni açdım Gmail'i qoydum və sonra hesabımı yeni açdım Gmail'ə bağladım qurtarma ilə. Sonra heç o yəni indiki Gmail'imdə. İndiki bu Gmail'imi də heç kim bilmir. Qardaşımla mən bilirəm. Qardaşım da bəlkə heç bilmir. Yəni mən bilirəm təkcə. Biraz çox çətin Gmail. Özüm də heç çətin qoymuşam. Yəni heç adından zatdan əlaqəli deyil. Uzun və biraz qərib, çox qarışıqdır da elə başa düşə biləcəyiniz elə. Əsas da rəqəm çoxdur Gmail. Baxın dostlar, hesabınızı falan güvən eləmək sizə. Baxın, Gmail'də əsas adınıza çox vaxt qoymayın. Bilirsiniz niyə? Çünki adamlar, dostlarınız falan deyəcək sizin adınızı tanıyır. Adınızı və soyadınızı, ilinizi falan yazıb elə Gmail'inizə girə bilər. Tutaq ki, özümdən deyirəm də. Mənim də tutaq ki, dostum olsa, dostum var, adı da Vüsal, soyadı da ki, nətər deyim, soyadı da ki, Məmmədov və Vüsal Məmmədov. Yaşı da doğulduğu ildə 2010-dur. Tutaq ki, mən indi yazıram Gmail-dən, o Free Fire hesabımın Gmail yazmasını Vüsal Məmmədov 2010. Bir də görürəm Gmail-ə girir, parol da qoyar Vüsal falan filan, o 2010. Yəni demək istəyirəm ki, Gmail-inizə öz adınızı qoymayın. Siz nə qoyun? Qarışıq bir ad qoyun, qarışıq bir Gmail falan qoyun və rəqəm daha çox olsun. Hərfdən rəqəm daha çox olsun. Rəqəm çünki çox çətindir və şifrəyə də biraz düzün çətin qoyun, biraz çətin şifrə qoyun və yadınızdan çıxmaması üçün qeyd yenə qeyd edin. Amma tutaq ki, yadınızdan çıxdı, qeyd eləmək yadınızdan çıxdı, qeyddən silindi falan filan. Gəlin bilərsiniz, Gmail'dən qurtarma Gmail bağlamaq olur Gmail'ə. Onu yazın, Gmail'ə başqa nömrə də qoyun. Hesab etsin, nömrə ilə falan filan hesabınızı təzədən gətirə bilərsiniz. Yəni mən belirləmişəm və artıq hesabıma nə qədər başqa şey də uygulamışam var. Dostlar, bunu deyin siz yedəkləmə kodları, yəni Google hesabının ən məncə də lazımlı şeylərdən biridir. Sizin yəni yenə də nə olsun ki, hesab qurtarma Gmail'iniz var, ya da nömrəniz var. Yəni də yedəkləmə kodu da olsun. Onlar olmasa da yedəkləmə kodu çox önəmlidir. O yedəkləmə kodun yəni ən azından 10 dənə də, ondan ən azı birini əzbərləyin bəsdir. Hesabın yəni birini yazarsınız yedəkləmə kodu yerinə. Sonra hesaba girəsiniz. Yəni siz ekran kaydı alın. Mən ekran kaydı alıb gizlətmişəm bir yerə, kilit yerinə qoy. Yəni kimsə telefon çalsa götürəməsinlər. Onu özüm də eləmişəm da. Yəni qaqaz bir Gmail'də mənim başım çıxır. 2024-dən bir pox başım çıxmırdı. 2025-də yavaş-yavaş çıxmaya başladım. Amma bu illərim Gmail'i sökürük. Və dostlar, indi deyirdim ki, noyabrdan dekabra qədər o qaqaş dedim sizə, hesabım çıxan qaqaş uğraş. Ona görə Free Fire oynayamadım. Sonra hesabım dedim, geri gətirdim hesab qurtarma ilə. Geri gətirəndə mən 15 gün gözləyəmirdim ki, hesab qurtarma Gmail'im dəyişsin və axırda 15 gün özümə söz verdim, gözləyəcəm. 15 gün gözlədim. Mən bu boyda 4 ay üçün 15 gün gözləyəmədim və qarışıq Gmail'imiz alındı və Free Fire geri dönünce sevindim və qardaşım gəldi şey elədi, mənə trollədi. Mən də qorxdum ki, hesabım getdi falan filan. Mən deyirəm axı, durduq hər niyə hesabım gedə bilər. Sonra elədim, geri gətirdim və bayaqlam elə şeylər elədim. Gördüm Gmail'də artıq şeylər də var.
yedəkləmə kodudur. Onları da elədim də indi çox rahatam, dəhşət çox rahatam. Mən 10 noyabrdan indiki boya qədər heç bu qədər özümü rahat hiss eləməmişim Free Fire-da. Nəysə, dostlar, bugünkü videomuz bura qədər idi. 14 dəqiqənin heç bircə 2 dəqiqəsi, 1-2 dəqiqəsi oyuna getdi. 12 dəqiqəsi danışdıq. Yalanın dostlar, videonun başına qoydum. Belə videosu, yəni mənə söyməzsiniz, izləyib sayılməzsiniz, söyməzsiniz də. Siz internetə girdik qaqa. Baxın, sizə söyləyirəm, mayın 15-dən rahat olacaq. 15-dən rahat video çəkəcək. Bir də məni gözləyin dostlar. Gəldim dostlar və yayın görürüz yuxarıda Google doğrulama kodu yazırdı. O doğrulama kodun Cumali yerinə yazaraq girdim elə. Free Fire Sami Cumali. Buna görə deyirəm, Free Fire Sam'da nömrə qoyun. Yoruldum ya qaqa danışmaqdan. Nömrə aktiv edin, kurtarma yerinə. Yəni deyirəm dostlar, 2-cə gündə səvirin 13-də bugün. Yəni 5-ci gündən də video rahat keçir. Yəni 5-ci gün, 6-cı gün, 5-ci gün axşam vuracaq pulu. 6-cı gündə çay hazırlığım çoxdur. 6-cı gün. Nəysə qaqa başım bırakayım da çəkərəm. 6-cı gün axşam çəkirəm video, axşam çəkəcəm. 6-cı gün səhər durub çoxlu görevləri kasacağım, görevləri və axşamdakı videonu çəkəcəm. Nəysə belə dostlar. Yəni başqa deyirəm ki, dostlar, tutaq ki siz elə bil ki, təkcə Free Fire oynamırsınız da, başqa oyunlarda oynayırsınız. Brawl Stars, nə bilim FIFA, nə bilim Clash of Clans. Yəni tutaq ki başqa oyunlarda oynayırsınız. Bax mənim oynadığım oyunlar Free Fire, Brawl Stars və Roblox. Bir də FIFA. Məndə bu 4 hesabımın da Gmail-i bir Gmail-də bağlıdır. Yəni 4 hesabımın Gmail-i bir Gmail-ə bağlamışam da. Bir Gmail sayəsində bütün hesablar bağlıdır və bağladığım Gmail Eldar qardaşıma da bağlamışam. Yəni Gmail-in ortasından, axırlarını falan bir yerinə nöqtə qoyun, sonra yazın elə öz-özünə girəcək. Yəni mən sizə deyirəm ki, başqa müxtəlif oyunlar oynayırsınızsa, hər oyun üçün Gmail yaratmayın. Ta ki, bir Gmail yaratdınız, bu falan hesabımın Gmaili, birini yaratdınız, bu şey sana Gmaili. Belə səzən Google-dan belə giriş mesajı gəlsin, artıq yazayım da ki, belə adam güvənli olmur. O vaxtda Gmail yadını saxlamaq şirazat çətin olur. Ondan hamısına bir şey eləyin, həm də adam qorxusuz olur, həm də belə daha rahat olursunuz. Nə dostlar, bugünkü videoda mən daha çox sizə Google hesabınız, Gmail falan filan sizə elədim, ya siz kömək elədim, açdım köməyin. Facebook'da da olmadı bu video. Təzən deyirəm, yalandan yazdım videonun başına belə videosu qoy. Görün belə videosu da yalandan deyəm, xətrinizə deyəm, pis başa düşməyin. Daha yəni söyməkdir mənim yorumda. Qısacası sizə biraz da kömək elədim. Google haqqında sizə bilgilər verdim ki, yəni hesab üçün belə şey falan. Əgər başa düşmək istəyir, yorumları soruşuruz. Amma yəqin başa düşdünüz, amma nəysə dostlar. Sən laf hesab məsələsini yaşayıram. Nə olar qaqa, vurulmuşam bu hesab məsələsindən. Nəysə dostlar, yazmazsınız hesab haqqında nəsə. Bugünkü videomuz bura qədərdir dostlar. Sağ olun, özünüzə yaxşı baxın. Sabahçı videoda görüşərik.